Herkese salam dostlar. Kara Kaltar kanalına hoş geldiniz. Bundan önceki olan kanalın ilk videosuna edilən dəstəyə görə sizə təşəkkür edirəm. İnşallah videolarımızın davamı gələcək. Bugünkü videomuzun mövzusu Beşiktaşın əsas heyətində yeni sezonda düşünülməyən adlardır. İndi gəlin hamımız bu adları tanıyaq. Belə ki, yeni mövsümdə Beşiktaş klubunda icarə əsasında gələn futbolçulardan yalnız ikisinin tamamilə komandaya alınması gözlənilir. Belə ki, bu iki ad Cristian Aslani və Elbilal Turedir. Ancaq bunlar da tam əminliklə komandaya qatıla biləcəklərini söyləmək mümkün deyil. Niyə? Çünki Inter klubundan icarə əsasında Beşiktaşa gələn Cristian Aslaninin satın alma müqaviləsində olan qiyməti 12 milyondur. Lakin Beşiktaş klubu bu futbolçu üçün o qədər pul ödəmək istəmir. Çünki həm texnik heyət, həm də başkan Sərdal Adalı bu transferi 12 milyona yox, daha aşağı qiymətə bitirmək istəyir. Beşiktaş klubu bu yay transfer pəncərəsində Aslani üçün Interlə bazarlığa getmək istəyir. Belə ki, əgər bu transfer 5-6 milyon büdcəsinə düşsə, Beşiktaş oyunçu ilə müqavilə imzalaya bilər. Ancaq Interin bu qədər qiymət düşürə bilməyi çox real görünmür. Qeyd edək ki, 24 yaşlı yarım müdafiəçi bu mövsüm Beşiktaşın heyətində 2 qol və 2 məhsullar ötürmə edib. Gəlin digər ada baxaq. Digər ad isə Elbilal Ture'dir. Elbilal Ture gənc və potensiallı bir oyuncudur. Lakin o ilin ilk yarısında azarkeşlər tərəfindən çox sevilir və önümüzdəki illərdə izlənməyi istənilirdi. Amma çox təəssüflər olsun ki, oyuncu bir neçə il əvvəl zədə aldığı bölgədən bu ildə ilin ilk yarısından sonra, yəni ilin ikinci yarısında zədə aldı və bir neçə ay yaşıl meydanlardan uzaq qaldı. Elbilal Ture'nin müqaviləsində belə bir maddə var idi ki, əgər gənc oyuncu klubda 15 qol atsa, 15 milyonluq məcburi satın alma maddəsi olacaqdı və Beşiktaş 15 milyon ödəyərək oyuncusunu alacaqdı. Ancaq oyuncunun keçirdiyi ağır zədə bu saya çatmağa imkan vermədi. Mövsümün son oyununa gəlib çatmışkən oyuncunun mövsümdə 7 qolu var. Həm də qeyd edək ki, gənc oyuncusunun 4 məhsullar ötürməsi var. Təbii ki, oyuncunun son oyunda 8 qol atması qeyri-real olduğu üçün məcburi alma maddəsi olmayacaq. Ancaq Beşiktaş oyuncu üçün Atalanta klubu ilə görüşmə edəcək və oyuncu üçün 2 təklif aparacaq. Birinci təklif oyuncunun 7 və yaxud 8 milyon miqdarında veriləcək pulla kluba qatılmasıdır ki, bu təklif çox real görünmür. Lakin ikinci təklif olan oyuncunun 1 il daha icarəyə alınması təklifi var. Belə ki, bu təklif oyuncunun bu il gəldiyi kimi önümüzdəki ildə də tam 1 il bizdə icarə əsasında forma geyinəcəyi və hər hansı bir qiyməti olacaqdır. Təbii ki, ikinci təklif birinci təklifdən daha real və daha əlçatımlı görünür. Bunu zaman göstərəcək. Bəs sizcə bu oyuncular gələn sezonda komandada olmalıdır, yoxsa yox? Digər adlara nəzər yetirsək, Beşiktaş klubunun yeni mövsümdə istəmədiyi futbolçular siyahısında Almaniyadan gəlmiş Felix Udokai, Juventusdan gələn Diallo, Süper Ligin Kayserispor formasını bir il əvvəl geyinən Gökhan Sazdağ, Almaniyadan gələn Taylan Bulut və Salih Uçan, Milot Raşitsa kimi adlar var. Bu futbolçuların böyük ehtimalla önümüzdəki sezon getməyi gözlənilir. Ancaq bir azarkeş olaraq mən Diallo'nun getməyini istəmərəm. Çünki məncə hal-hazırda Beşiktaş müdafiəsinin lider və eyni zamanda yaxşı oyun oynamaq, yəni hər tərəfli tərəfdən baxsaq, oyuncu müdafiədə çox böyük işlər görür. Lakin bəzi futbolçular var ki, onlar üçün təklif gözləniləcək. Məsələn, mövsümün başlarında mükəmməl statistika və oyun göstərən Vaslav Çerni son aylarda yaşadığı düşüş nəticəsində təklif gözlənilməyə səbəb olub. Əgər Beşiktaşı və oyuncunu məmnun edən təklif olsa, Beşiktaş oyuncunu satmaq istəyir. Digər ad isə Wilfred Endiridir. Nigeriyalı yarım müdafiəçi üçün bir çox klubun istəyi var. Çıxan bəzi xəbərlərə görə Avropa klublarından olan Manchester United futbolçu ilə yaxından maraqlanır. Həm müdafiə anlamında, həm də komanda oyunu anlamında komandasına böyük yardım edən bu futbolcu üçün Beşiktaş klubu 10 milyon yaxud üstündə təklif gəlməsi halında bu təklifi düşünəcək. Lakin eyni Diallo'da olduğu kimi mən endi dilində bəyənirəm və önümüzdəki mövsümdə ən azından ehtiyat heyətdə ola biləcəyini deyirəm. Bir digər ad isə Ersin Destanoğlu'dur. Uzun illərdir Beşiktaş klubunun formasını geyinən Ersin Destanoğlu hər il olduğu kimi bu ildə yaxşı pis performanslı azarkeşlərin qəzəbinə tuş gəlsə də son oyunlarda göstərdiyi yaxşı oyun nəticəsində azarkeşlərin ağıllarına qarşılığa səbəb oldu. Lakin Ersin özü ayrılmaq istəməsə önümüzdəki il ehtiyat qapıcı olaraq qala bilər. Lakin
böyük ehtimalla Ərsin özü ayrılmaq və hər hansı bir fərqli klubun formasını geymək istəyəcək. Belə bir halda da Beşiktaş klubunun ehtiyat heyət üçün düşündüyü bəzi yerli qapıçılar var. Bəs sizcə saydığım adlar arasında kimlər getməyə layiq deyil, yaxud kimlər getməyə layiqdir? Fikirlərinizi yorum bölməsində bizimlə bölüşsəniz çox xoşbəxt olarıq. Növbəti videomuz yeni adlarla bağlı olacaq. Yeni transfer xəbərləri inşallah yaxında gələcək. Videomuzu bəyənib abunə olmağı unutmayın. Görüşənədək.